Deməli, bunu da belə eləyim. Salam müəllim. Aleyküm salam. Görüntü getmədi. Yox, getməyib. Əla. Nətər uşaqlar? Hamı buradadır da, düzdür? Sözün əsl mənasında hamı buradadır ya. Deməli uşaqlar, bu gün JavaScript-ə keçirik. Hansı ki, biz indiyə kimi proqramlaşdırma dili keçməmişik də. HTML, CSS bildiyiniz kimi nədir? Proqramlaşdırma. İşarələmə dili. İşarələmə. Aysa. Və nə deyil? Proqramlaşma dili. Yollaşdırma dili deyil. Bəli. Deyil. Çaşıb birdən proqramlaşma dili deyərsiniz. Elə şeyləri eləməyin. Və JavaScript-ə keçid edirik. JavaScript-də də bir dənə baxaq. Bu məsələni danışarıq. Keçəvəki imtahan məsələlərini. JavaScript nədir, nə üçün istifadə olunur? JavaScript HTML ilə əlaqəsi falan filan bu məsələlər. Uşaqlar, ümumiyyətlə əvvəl heç JavaScript adını eşidən olub bir şey olaraq. Bəli. Bəli. Nədir yaxşı deyə bilərsiniz? Müəllim adını eşitmişəm, o da dayımdan bir dəfə eşitmişəm. Hə? Bəs JavaScript-in nə olduğunu heç araşdıran olub? Mən JavaScript səhv eləmirəmsə müəllim animasiya verir falan, elə bir şeydir. Yox bu arada. İstifadə Mən də yaxları baxdım. TikTokda falan hamı məsələn də belə oyun falan düzəldir. Hamısında JavaScript, CSS bir də HTML üçündən bir yerdə oyun düzəldirlər. Yəni bunu demişəm, bizim də özümüzün də HTML, CSS və JavaScript-lə oyun JavaScript kontrol ola bilər. Düzəltdiyimiz olub. JavaScript olmasa məsəl üçün biz HTML-lə dedik ki, web səhifənin strukturunu qururuq, CSS-lə onu bir növ rəngləyirik, nə bilim, dizaynını düzəldirik, bu kimi şeylər. Amma JavaScript olmasa orada interaktivlik, orada bir action, hərəkət, orada heç nə olmayacaq. JavaScript bilirsiniz nədir? İnsan bədəni ilə müqayisə etsək, HTML skeletdir, CSS belə dərinimizin rəngi, saçımızın rəngi, forması, bu kimi şeylərdir. JavaScript isə hərəkət. JavaScript-siz elə bir ki, siz varsınız amma hərəkət eləyə bilmirsiniz də, məsəl üçün. Elə başa düşün. Və xahiş edirəm, Java deyil. Çünki Java dili başqadır, JavaScript dili başqadır. Yaxşı uşaqlar. JavaScript-ə də çaşıb da Java deməyin. Çünki Java tamamilə başqa bir dildir. Bura kimi bir sual var. Java dili sizə nətər bir dildir. İlk dəfə məlum Java dili ilə yazılır. Sizcə deyəndə mən özümə cavab bilirəm də, yəni. C# Java. Xoşlayırsınız? Java-nı, əlbəttə. Daha çox C# xoşlayıram. Müəllim, bəs biz keçəcəyik Java. Siz yox uşaqlar, yox. Java nə əlaqə? Tamam. Frontend-də lazımdır, frontend-də HTML, CSS və JavaScript. İlkin olaraq. Sonradan sizə lazım olacaq əlavə kitabxanalar. Kitabxana nədir? O söhbətlərə heç girməyək. React, Next, yəni bu kimi şeylər front-endi daha sürətli, daha belə deyək də, rahat yazmaq üçün olan bir şeylər, belə başa düşün hələ ki. Amma frontun təməli siz öyrəndiyinizdir. HTML, CSS və JavaScript. Bunsuz belə deyək də, front yazmaq olmur. Bu biliklərsiz, belə deyək. Yaxşı? Və JavaScript dedik haralarda işlənir? Məsələn, hərəkət action deyəndə nə nəzərdə tuturuq? Məsəl üçün buton var, buton. Bildiyiniz buton. O butona basanda nəsə bir klik olunanda bir mesaj çıxsın. Forumda submit var idi, yadınıza gəlir. Bax, məsəl üçün Jet School. Jest yazmaya, Jet School. Əlaqə deyirəm. Məsəl üçün burada göndərə basıram. Burada arxada JavaScript işlədi artıq. Çünki gördü ki, bunlar boşdur. Çünki
Təbii ki, biz bunu HTML ilə də öyrənmişik, necə eləmək olur. Amma bu butona basanda söhbət burada klikdən gedir. Kliklənirsə bu harasa göndərir. Amma görür ki, boşdur içi, qoymur bizi. Bu artıq Mənim JavaScript-dir. HTML-də şeydir, required Required kodun məsələsi, yanına. bəli. Onunla da eləyə bilər. Required məsələsi də default mesaj çıxır, amma fikir versə bu mesajlar heç bir default mesaj deyil. Hamısı məsəl üçün başqa tip mesaj. Required-da deyir ki, falan şeydə məsələn e-mail istəyirdi, amma sən e-mail yazmadın deyirdi. Burada mən fikir verim, mesajlar bir tık başqadır. Ümumiyyətlə JavaScript məsəl üçün də ən qısa variantda belə deyək, danışa bilərik ki, JavaScript tam olaraq nədir? Təbii ki, bu cümlələrlə siz JavaScript tam başa düşə bilmərsiniz. Ona görə yavaşdan silabusdan gedək. JavaScript-in HTML-ilə əlaqəsi. Bu isə əslində asandır. Çünki necə ki biz CSS-i belə deyək də JavaScript-ə inteqrasiya eləyirdik. Daha doğrusu CSS-i HTML-ə inteqrasiya eləyirdik. Məsələn CSS yaza bilərik. Yaxud CSS-imizin var olduğunu deyə bilərik HTML-ə. 1. Yox. 3. Hansılar idi onlar? Müəllim biri ayrıca folder açırdıq. Aha. Biri ancaq hide yazırdıq. Birində ancaq body'dəki yazdığımız kodların Demək onların adları var idi içinə. də. Nə deyirdik onlara? Outline. Biri internal idi. Biri external. Yadımızdan çıxır. Biri də inline. Internal nə idi? Internal bax budur bax. Style tagi. Mən style tag. Aysa bu style tagi. Yazaq bura style tag. Ay Allah, indi keçdik CSS-ə. External nə idi? Mən link CSS olmalıdır deyəsən. file, bəli, link deyə bilərik. Inline nə idi? Maşallah uşaqlar. Qram da heç nə yadınızda qalmayıb ha. Inline nə idi? Mən şey vardı, yəni hansısa bir kodun hələ onun içində yazırdıq style. Sağ ol. Qəşəng. İdman sağ olan bilinir də. Hüseyn necə oldu yarış? Mən birinci yer tutdum. Qəşəng. Azərbaycan birincisi yoxsa Bakı? Bakı. Bakı, təbriklər. Bir dənə alqış səsləri qoyun, xahiş edirəm. Hamı alqışlasın. Təbriklər Hüseyn, təbriklər. Alqış hardadır uşaqlar? Mənə də göstərin. Discord'dan Hə, gördüm. Hey guys, what's going on? Hə, yenə başladı. Hə, yaxşı. Hə, bəs. Təbriklər Hüseyn. Hə, yaxşı da. Arxada bax pis gülür də. Allah haqqı əminəm də, yəni. Allah gülürəm. görsə. Tanıyıram da. Yaxşı. Inline da dedik ki, kodun daxilində atributda yazmaq. Bu tema var. İndi məsələ nədir? Ümumiyyətlə JavaScript HTML ilə necə işləyə bilər? Və JavaScript-in niyə belə deyək də, niyə JavaScript yazmağa ehtiyac olsun kimi sual ola bilər. Gəl qeyd eləyək. Aha, kimsə nəsə demək istəyir? Mənim məsələn yanlışları tapmaq üçün. Aha, məsəl üçün ola bilər. Məsələn, Ümumiləşdirsək, mən form dolduran zaman müəllim için boş buraxmamaq. məsəl üçün qəşəng fikirdir bu arada. Qarşılanmaq üçün. JavaScript bu arada çox bəyənəsiz. Çünki orada artıq məntiq işlətməlisiniz. Belə deyək də, Benzersiz. dəyişə bilir. Ümumi sözlərlə yazsaq, birincisi dəyişə bilir. JavaScript belə deyək də, HTML-lə necə işləyir məsələsidir.
2 bunlar belə deyək də necə başa düşürük əslində onu yazırıq. Gizlədə bilir və ya göstərə bilir hər hansı bir belə deyək də HTML təqindən gedir söhbət. Məzmunu yeniləyə bilir. Belə deyə bilərik də ümumiyyətlə. Və gələk. Yaxşı müəllim, bu JavaScript faylına biz CSS-də bildik ki, falan üsullarla var. Bəs command KZ-də burada. Hə. Bəs JavaScript faylını necə biz əlavə eləyə bilərik və istifadə eləyə bilərik və yavaş-yavaş kod yazmağa başlaya bilərik desəz və necə eləyə bilərik onu? Birbaşa script tagində də yaza bilərik. Script tagində. Amma fikir verdinizsə bu body tagləri var. Body taginin içində ən sonuncu body tagindən bir sətr əvvələ yazıram. Gəl qeyd eləyək. Deməli, script JS faylları body taginin bitdiyi bu necə yazaq ki, body taginin bir sətr yuxarıda body tagindən bir sətr bitəcənin bir sətr üstü. Yuxarıda. Body taginin bitəcəyindən bir sətr yuxarıda qeyd olunur. İndi sual deyə bilərsiniz ki, müəllim, tamam, okey. Nə əlaqə? Yəni də bax. Nə əlaqə? Hətta nə əlaqə də? Yəni mən tutaq ki, bunu burada yazmıram, gedib burada yazıram. Nə fərq olacaq? İşləməyəcəkmi? Yəni yuxarıdakı body'nin bir də altında yazsaq nə olur ki? Qəşəng sualdır bu arada. Turan necə ağlıma gəldi o sual? Aşağıda yazdınız, ona görə ağlıma gəldi. Yuxarıda yazsaz işləməyəcəkmi? Uşaqlar, işləyəcək. Amma bir dənə Necəmi doğrudur işləməyəcək? bir dənə problem var. Kodlar yadınızdadır necə türklər demiş dərlənir, compile olur, yaxud ingiliscə desək. Yuxarıdan aşağı, soldan sağa. Yadınızdadır o tema. Və bu cümləni indi tam başa düşə bilməyə bilərsiniz. Amma ondan narahat olmayın. Belə deyək də 3 dərsdən sonra tam başa düşərsiniz ki, mən nə demək istəyirəm də. Biz əgər JavaScript-i qaldırıb buraya yazsaq və kod yuxarıdan aşağı, soldan sağa oxunur deyəndə, məsəl üçün burada H1-imiz olsun, içərisinə salam olsun. Tutaq ki, burada da buton var. Mən buna komut dəyiş deyirəm. Bu dəyiş içinin məzmununu dəyişə bilirik də biz JavaScript-lə bunu eləyə bilirik. Amma bizim JavaScript faylımız burada olsaydı, birinci gedib skripti oxuyacaqdı, sonra bunu oxuyacaqdı. Amma tərsinə olmalıydı. Birinci gedib bütün HTML-i oxumalıdır. Sonra JavaScript faylını oxumalı. Yəni düzgün qaydası budur. Yaxşı. Ona görə bu işləməyə bilər. Səhv variantımız. Amma düzgün variant belə olmalıdır. Aydındır? Hə, uşaqlar. Və biz burada başlayıb məsəl üçün dəyişənlərimizi yaza bilərik də, belə deyək. Yaxşı, script taginin içərisində. Yaxşı, belə deyək, JavaScript faylımızı. Bu variantlardan biridir. İkinci variant, bu internaldır bu arada. Bir də external dediyimiz bir məsələ var. Məsələn, adını qoyuram. Adını təbii ki, neysə siz qoya bilərsiniz. Amma fayl uzantısı JS, JavaScript. Yaxşı. Bunu bura tulduyum. Və bu JavaScript faylını da necə ki, link CSS eləmirdik. Bunu da JavaScript eləyirik və burada sırıcı deyirik, source deyirik. Linkdə başqaydı bu arada. Bax, bunların fərqini göstərim. Burada linkdə hrefdir. Scriptdə source'dur. Burada da həmən faylımızı göstərirəm.
Всё. Sual var bura kimi? Hə uşaqlar? Xeyr. Tamam. Deyəsən yox. Okey. İndi bilməm, sizə necə rahat olar. İstəyirsiniz burada yazaq, istəyirsiniz burada yazaq. Fərqi yoxdur. İstəyirsiniz faillə yazaq. Heç bir fərqi yoxdur. Yəni necə ki CSS görmüsüz deyə ona görə inanmıram burada bir çətinlik çəkəsiniz. Nə mənada bu bölgüləri artıq bilirsiniz də. İndi uşaqlar nədir? Əlavə edilməsi nədir? Dəyişənlər var, let, const arasında fərqlər. Hə, gəldi yavaş-yavaş əsas söhbətlərə. Uşaqlar, dəyişən teması yadımızdadır ümumiyyətlə. Nədir Mənim dəyişən? riyaziyyatın keçəcəyi balarız. X, Y zat teması, düzdür? Hə, mənim. Bəli. Dəyişən teması bəs algoritma deyim, scratch deyim, yadımızdadır onlardan. Bəli. Stresi dəyişənlər var idi, şey eləyirdi. Dəyişən bəli. Müəllim X oxu, Y oxu. Yox, dəyişən. Məsəl üçün Stresiyyəm dəyişənlər var idi. Məsələn şeylər ad nədir? X50 var idi, dəyişə bilir, dəyişən idi. bax məsəl üçün rəqəm bərabərdir 5. Burada dəyişən hansıdır? 5. 50 təpəmə daş düşməsin. Bəli, rəqəmdir dəyişən. 5 nədir bəs? Rəqəm. 5 dəqiqə. Bax, rəqəm burada dedik ki, dəyişəndir. Bunu altından yazıram da elə bil ki, bax. 5 rəqəmdir müəllim. 5 isə dəyərdir. Rəqəm deyildir bəli 5. 5 özü bəli rəqəmdir. Biz demədik ki, hərfdir. Amma dəyişən dəyər. Bu 5 dəyərini rəqəm dəyişəninə mənimsətmiş olduq. Bir bərabərlik. Yadınızdadır bu temalar? Yoxsa beynimiz qarışdı? Deyim mən bilim. Sonra məsələn nə ola bilər ki? Ad bərabərdir 50. Mən bəs bunu dedi ki, XY, mən XY dəyişən deyil ki. X bərabərdir 6. Dəyər verəndə mənim dəyişir də. X, Y dəyişən kimi qəbul edirsən? Yox, dəyişən elə deyil. Bax. Dəyişən ingiliscəsi variable. Nədir? Sadəcə belə deyək də yerdir. Mən onu sizə asan üsulla necə başa sala bilərəm? Ben dəyişən yazdınız o niyə bənövşə şey oldu ki? Bilmirəm, bu Artıq şey ödənir. komment alacağım onsuz da bunları. Desəm elə alın, beynimiz qarışmasın. Narahat olun. Bu temalar da gələcək. Data belə deyək də, siz bir dəyəri saxlamaq istəyirsiniz. Məsəl üçün 5 dəyərini saxlamaq istəyirsiniz. Bu 5-ə müraciət eləmək istəyəndə onun bir ad verirsiniz. Necə ki sizin bir adınız var. Buna da bir ad verirsiniz də, elə başa düşün. Başa düşün. Algoritmdə verilib birinci rəqəm, ikinci rəqəm elə. Ayso, birinci rəqəm məsəl üçün first number. Bax, first number bərabərdir 5. Düzdür? Second number bərabərdir 5. Bunun kimi. Bu dəyişən dəyər teması aydındırsa, tam aydın olması yavaş zamanla başa düşərsiniz. Biz gələk ümumiyyətlə bu şey temasına. Var, let, const. Bu keywordlərə gələk. Bunlar da keywordlərdir uşaqlar. Normalda JavaScript-də necə belə deyək də yazırsınız. Məsəl üçün var name bərabərdir. Kimin adını yazaq? Olsun Əli. Mən niyə? Bilmirəm. Adın daha qısadır, 3 hərflidir deyə. Sonra başqa ikinci bir üsul let məsəl üçün nə yaza bilərik? Tutaq ki name 2 olsun. Bərabərdir. Bu da olsun Turan. Nöqtə vergil məsələsinə gəldikdə qoya da bilərsiniz.
qoymaya da bilərsiniz. Amma alışqanlıq olaraq qoysaz daha yaxşı olar. Problem olaraq heç bir problem olmayacaq. Nöqtə vergül qoysaz da, qoymasaz da, amma qoysaz daha yaxşı olar. Ki bu o demək ki, bu sətir burada bitdi. Bir də var uşaqlar. Const. Biz bu 3 keywordlə JavaScript-də dəyişən yarada bilirik. Deyim 3 olsun, fərqi yoxdur. Olsun, bu da tunar olsun. İndi var nədir, let nədir, const nədir? Bunların fərqinə baxaq. Birincisi var haqqında danışaq. Var uşaqlar, ilk yazacağım söz köhnə. Var belə deyək də köhnədir. JavaScript müasir belə deyək də, müasirləşdikcə artıq bu var keywordü demək olar istifadədən yavaş-yavaş çıxdı. Çünki nəyə görə? Scope problemləri var idi. Scope problemləri söz olaraq deyə bilərəm bir dəqiqə, amma siz bir dəqiqə izah eləsəm də tam başa düşməyəsiniz. Onu hardasa yenə deyirəm, bəzi temaları 2-3 dərsə başa düşə bilərsiniz və ya biz onu 2-3 dərsə danışa bilərik. Bu dəqiqə tam hər şey danışmaq üçün çox tezdir. Qısaca var məsələsini biz çox istifadə eləmirik. Biraz köhnə üsuldur deyə. Bəs yaxşı, daha çox nəyə istifadə edirsiniz sual versəz, uşaqlar, let-dən istifadə edib. Bunlar bu arada qeyd edeyim. Keywordlərdir, keyword. Aydın oldu. Keywordlər nə üçündür? Dəyişən yaratmaq üçün, qısaca. Məsələn, sual olsa deyin, yaxşı. Və let yazaq. Daha çox istifadə olunur. Ən əsas fərqi dəyəri dəyişdirilə bilir. Başqa nə yaza bilərik? Başqa hələ ki bu. Bir də sualım olacaq. Aha. Obyektlərin dəyəri dəyişdirə bilmir. O birislərin yox. Bunun dəyəri dəyişdirilə bilmir. Elə ona gəlirəm yavaş-yavaş. Bax, gəl hətta test eləyək. Hətta mən burada niyə JavaScript yazıram ki? Gəl qeydimizi yazaq. Const isə constant sözündəndir və dəyişməz və ya sabit. Bəli. Dəyişməz və ya sabit deməkdir. Və biz constantla yaratdığımız dəyişənlərin dəyərini dəyişə bilmirik. Qayda bizə belə deyil. Amma uşaqlar, bu JavaScript-in ilk dərsidir. JavaScript çox indi inşallah özünüz görəsiniz, sürprizlərlə dolu bir dildir. Yəni hər an hər şey ola bilər də. Yəni siz belə bilirsiniz, amma tam fərqli bir nəticə ala bilərsiniz də. Çox qəribə bir dildir JavaScript ona görə. Elə dediniz ki, elə bildim mən. Nəsə önəmli bir şey var. Yəni elə başa salınız da. Bu çox önəmli bir şeydir dediyim cümlə. Çünki JavaScript belə deyək də çox qəribə və dinamik dildir. Bax, dillər ümumiyyətlə proqramlaşma dilləri iki əsas qrupa bölünür. Dinamik və statik. Statik, dinamik deyil. Belə nə mənada? Dinamik, yəni biraz daha şey deyil. Dinamik deyəndə nəzərdə tuturuq. O an dəyişir və dəyişdiyini belə deyək də biz görürük. Əvvəldən biz bilmirik. Statik isə belə deyək də əvvəldən biz nə nəticə olacaq və ya belə deyək də daha ciddi qaydalara malik dillər var. Məsəl üçün Java, məsəl üçün C#. Bu kimi dillər daha çox belə deyək də strict, ciddi qaydalara sahibdir. Amma belə deyək, JavaScript o anki situasiyadan da çox şey asılıdır. JavaScript ona görə biraz qəribə bir dildir. Və inşallah yazdıqca görərsiniz də. Bunları boş verin. Hətta silin, başınızı qarışdıra bilər.
Hətta bunu da sileyim. Silmirəm, komment alıram. Tak, bunu belə ayrıca alım. Bunu da silirəm heç. Refresh deyək və inspectə girirəm. Uşaqlar, JavaScript-i bu arada elə bilərsiniz ki, mən burada nəsə yazmışam. Heç bunu da silim. Bax, heç nə yoxdur, yaxşı burada. Heç nə yoxdur. Hətta bunu da bağlamışam. Biz JavaScript-i ilk olaraq konsol, baxın, inspect elədim. Inspect şuralar ki, hamımız bilirik. Konsola gəldik. Bax, bu hissədə yazacağıq birinci. Və buradan birinci yavaş-yavaş yazaq. Ondan sonra vizual tərəfə keçəcəyik. Yaxşı. Və ümumiyyətlə JavaScript deyəndə, JavaScript əvvəl deməyək, ümumiyyətlə brauzerdə işləyən bir dildir. Yaxşımı? Ona görə ilkin olaraq siz bunu brauzerdə görməyiniz daha məqsədə uyğundur. İndi gəlin let rəqəm bərabərdir 5 dedim və bunu təyin elədim. Let burada nə oldu? Uşaqlar, yadınızda qaldı. Let nə oldu burada? Keyword. Rəqəm nədir? 5. Dəyişən. Rəqəm dəyişən. 5 isə Dəyər. dəyər. Dəyişən dəyər. Bəli. İndi məsələ nədir? Biz də məsəl üçün də bu istifadəçiyə göstər deyirik. Hətta flow chart. Bunlar yadımızdadır uşaqlar. Algoritmalar. Bəli. 2 dəyəri topla, sonra şeylər. O yadımızdadır. Bax, məsəl üçün bir dənə dəyişən şeylədir. İndi bu dəyişəni mən istəyirəm ekranda görüm. Onu necə eləyə bilərəm? Düzdür, burada ehtiyac yoxdur. Birbaşa Print rəqəm. rəqəm yazsaz, rəqəmin dəyərini siz görmüş olursunuz. Bu burada var. Yaxud konsol log desək, əslində bu koda burada ehtiyac yoxdur. Bu zaten konsoldur. Rəqəmi yazırsınız bura. Dəyişənin adı nədir? Yazırsınız və konsolda görürsünüz. Console.log. Console.log nədir? Bir növ ekranda görmək. Yaxşı, kodun nəticəsini və yaxud bu dəyişənin dəyərini görmək üçün. Yaxşı. Burada düzdür, yazmağa ehtiyac yoxdur, amma siz fərz eləyin ki, yazmışıq da, sadəcə rəqəm yazsaz bəsdir. İndi uşaqlar, mən yazacağam ki, rəqəm bərabərdir 10. Düzdür? İndi rəqəmin dəyəri ona dəyişəcək, yoxsa qalacaq 5 olaraq? Dəyişəcəkdir. Biz müəllim şey olaraq Dəyişəcək. Çünki Burada yazdım. Ekranı 5 göstərir. çünki dəyişkən deyil də ona görə. gözləyin. Let. Mən dəyişəcək çünki mənim dəyişəcəksiniz siz demişsiniz ki, Keyword yazmıyoruz, mənim dəyişməyəcək. dəyişir. Keyword yazmıyoruz, dəyişməyəcək. Keyword yazmağa ehtiyac yoxdur bu arada. Mənim let yazmışsınız dəyişəcək. Çünki biz bu keyword-ı bu dəyişəni təyin eləyəndə yalnız bir dəfə yazmalıyıq da. İkinci dəfə let rəqəm yazsaq bu yanlış bir şeydir. Bax, hətta bizə undefined verir, imkan vermir ikinci dəfə rəqəm yazmağa. Çünki rəqəm deyə bir dəyişənimiz var zaten. İkinci dəfə eyni şeyi yaza bilmərik. Hə, bir də bu fərqi var idi. Bax, fərqlərdən biri bu idi. Yaxşı. İndi rəqəm dəyişənin dəyəri, indi 5 elədim deyə 5 oldu. Rəqəm məsəl üçün 11 eləsəm, rəqəm dəyişənin dəyəri 11 olur. Aydındırmı? Və buranı da yazdığınız şeyi silmək üçün də bax bura basa bilərsiniz. Bax console clear. Silim buranı. Başqa bir şey danışacağam ona görə. Bura sual var burada. Okay. İndi biz dedik ki, bir də const dediyimiz bir şey var. Const da constant sözündən də dəyişməz. Məsəl üçün const ad bərabərdir. Məsəl üçün 50.
bura çıxdımı? Hə. Ad dəyişəninin dəyəri 50-dir artıq. İndi mən bura ad bərabərdir. Məsəl üçün yazıram. Caps lock'u keçirim. Tunar. Dəyişməyəcək müəllim, çünki sabitdir də. Aha, bax. Uncalled type error. Bizim artıq yazılışda bir xətamız var. Deyir, assignment to constant variable at harada birinci sətirdə dördüncü abzasda. Deyirsən constant bir dəyişənə, constant yazmış dəyişənə. Sən bir dəyər mənimsətmək istəyirsən. Bu da type errordur, yəni yazılış xətasıdır. Belə bir sintaksis yoxdur. Nə mənada yoxdur? Çünki constantdır və bu dəyişməzdir. Yaxşı, mən istəyirəm ki, constantın dəyərinə baxım, sadəcə yazıram, artıq onun dəyərinə baxa bilirəm. İndi uşaqlar, baxın, gəlin, məsəl üçün, kiçik, məsəl üçün, şeylər eləyək. Məsəl üçün, let birinci rəqəm bərabərdir 10. Let bu arada gəlin belə deyək. 5 üzərinə gəlsin. 5 üzərinə. Əslində bilirsiniz. Dəyişənlə yazacağam. Let birinci rəqəm bərabərdir 10. Let ikinci rəqəm bərabərdir 20. İndi bu iki rəqəmi toplamaq istəyirəm. Və bir dəyişəni mənimsətmək istəyirəm. Nə məsləhət görürsünüz? Necə yaza bilərəm? Algoritmalardan yazmışıq hətta. İkinci rəqəm Bax, let Let nəticə birinci rəqəm. bərabərdir. Birinci rəqəm üzərinə Plus. gələn ikinci rəqəm. Və nəticə də 30. Bu aydın olur belə misal yazmaq. Çünki bunu algoritmalardan bilirsiniz deyə eyni temadır. Nəticə deyə bir dəyişən yaratdıq və birinci rəqəm üzərinə yazsın, ikinci rəqəm yazdı. Bunu topladı və nəticə dəyişəninə mənimsətdi. Başa düşdük bunu uşaqlar? Sual var. Yaxşı. Hə? Yo, bilmirəm. Siz gözlərim biraz ki, görüm nəsə sual şeydir, nəsə deyirsiniz. İndi məsəl üçün let ad dedik, bərabərdir. Buraya ilə yazaq, kimin adını? Bu səfər Hüseynin adını yazaq. Ad already exists. Ad deyə bir dəyişən yaratmışıq. Let name bərabərdir Hüseyin. Aha, name'imiz nədir? Hüseyin. Yaxşı. Belə bir qəribə bir şey eləmək istəyirəm. Let number bərabərdir 5. Düzdürmü? Amma niyə hər şey letlə yazırıq ki, yəni toplamanın da qiymətinin zadında? Bax, sən əgər dəyərin dəyişməyini istəyirsənsə və planlaşdırırsansa bu dəyər dəyişəcək, onda letlə yazmalısan. Hə, sən deyirsən ki, ümumiyyətlə niyə məsəl üçün number bərabərdir 5 yazmırıq? Elə demək istəyirsən? Həm elə, həm də məsələn rəqəmləri bayaqları toplayanda letlə yazırız. Onu normal yazanlar idi elə, hə? Yox, məcbursan letlə yazmağa. Ya letlə yazmalısan, ya da constant yazmalısan. Əgər həmən dəyişənin dəyəri dəyişəcəksə, let yazmalısan, dəyişməyəcəksə const yazmalısan. Məsəl üçün bu riyaziyyatda pi eşitmisiniz, pi-nin dəyəri var. 3.14. Bəli. Müəllim %14 deyil o, sonsuz dövrdür. 14 nəvlə gedir də belə. P'dədir. Mən o riyaziyyatdaydı yoxsa fizikada? Fizikada da var. Proqramlaşdırmada riyaziyyat məhz deyə obyekt var, onun içərisindədir.
bu temaları keçəsiz. Mass.p var da burada. Bax, mass.p. P-nin dəyəri bax bu, P-nin dəyəri konstantdır artıq. Bunu konstantdan yaradıblar və biz bunu istəsək də dəyişə bilmirik. Yəni o let'in konsun mənası budur. İndi burada number var, bir də name var. Sizcə JavaScript-də number üzərinə gəlsin, name üzərinə gəlsin number. Bunun nəticəsi ayda göstər. Gərək belə eləyək ya. Let yeni bərabərdir. Yəqin ki fikir vermədiniz ona. Number üzərinə gəlsin. Gördün mü? Gördünüz. Hüseyin 5. İkisinin dəyərini birləşdirəcək. Bəli. İndi məsələ odur ki, yaxşı, sizcə bunun səbəbi nə ola bilər? Çox məntiqli bir səbəbi var bunun. JavaScript-ə görə. Çünkü müəllim biri yazılı biri Çünki rəqəm. müəllim, Let number yazıbsa sonra şeydir. çünki müəllim biri Letə dəyərli, verəndə biri də dəyişəndir. Yo, olur, nə dəxsi. Bax, keyword dəyişən dəyər. Keyword dəyişən dəyər nə dəxsi? Hamısında eyni şeydir, eyni strukturdur. Məsələ odur ki, üstəgəl işarəsi var, üstəgəl. Bu işarə. Bu işarə riyaziyyatda toplama işarəsi, düzdür? Toplama. Amma nə zaman toplama şey arayır? Ən azı 2 rəqəm varsa bu zaman toplayır. Düzdür? Amma burada kiçik bir not da var. Rəqəm varsa dedim. Biz indi data tipləri keçəcəyik. İndi o söhbətlərə tam girişmək istəmirəm. Çünki mövzumuz deyil bu dəqiqə data tiplər. Şey başa düşün. Bir tərəfdə rəqəm var. Bir tərəfdə rəqəm var. Bir tərəfdə isə hərf və ya məsəl üçün cümlə də elə başa düşün. Rəqəm üzərinə gəlsin hərf və ya cümlə yazıram da. Bu ikisindən biri olsa, bu zaman toplanır. Bu iki dəyəri birləşdirir sadəcə. Birləşdirir. Məsələn, let gözə bunu HTML-in içərisine yazmayaq. Bunu şeydə yazaq, burada yazaq. Məsələn, let rəqəm bərabərdir 5. Let ad bərabərdir məsəl üçün 50. Bu zaman nəticə necə olacaq? Məsəl üçün bura log yaza bilərsiniz. Bax, qısa yolu budur. Log. Yaxud siz istəsəz belə yaza bilərsiniz. Console.log yaza bilərsiniz. Və mötərizə açırsınız. Yazırsınız ki, rəqəm, məsəl üçün deyirəm də, üzərinə gəlsin. Bu nədir müəllim? Loqaritma. Ay, kişi, yox elə loqaritma, qatma. Log burada nədir? Biz bayaq browserdə yazırdıq, inspectdə. Bax, browserdə yazdığımız şey var, Bax, browserdə arada hə deməndə birimki qulaq assın. Konsol tərəf yoxdur. Sən konsolda nəticə görmək istəyirsənsə bu proqram vasitəsilə onu console.log deyirsən ki, bir dənə baxasan görək burada nə var, nə yox. Başa düşdün? Deyəsən. Bax. 5.50 gördün bunu? Hə, oğul. Bəli müəllim. Başa düşdük. Biz hələ ki Bəli. çox şey görmədik. Let'dir, const'dur, vardı. Bunları gördük. Bir də konsol loqu gördük. Yaxşı. İndi sizə balaca tapşırıqlar verəcəm.
hələ ki bu keçdiyimiz qədəri ilə. Siz hələ ki razminki belə deyək də eləyin JavaScript-lə. Daha sonra nə sual olsa yerində biz həll eləyək. İndi bura kimi sual var. Okay. Belə başa düşdüm ki, yoxdur. Onu da belə eləyək uşaqlar. Gəlin bir 5 dəqiqə fasilə eləyək, sonra gələk qəşəng tapşırıqlar işləyək. Uşaqlar bir dənə baxın. Məsəl üçün yazırıq ki, let name bərabərdir tutaq ki, Əli. Düzdür. Və də mən konsolu sürətli belə yaza bilərsiniz. Log yazırsınız, log və enterə basırsınız. Name'ə çıxartsaq, bu bizdə açıq idi də. Budur nədir? Required is not defined. Require nədir? Nədir? Hə. Buna fikir verməyin, bu boş şeydir. Əli çıxdı, düzdür? Nəyə görə? Çünki name deyə bir dəyişən yaratdıq və onu console logda göstərdik. Amma console loga yazsaz ki, məsəl üçün atıram, surname, düzdür? Surname deyə bir şey var bizdə hal-hazırda. Olmadığı üçün error atacaq və errorda deyəcək ki, surname is not defined. Defined deyir, yəni belə deyək də, təyin olunmuyor. Deyir, yəni sən surname'i ekrana salmaq istəyirsən. Şeydə loqa verdiyin tag yoxdur. Ayso, orada deyəcəm ha onu. Amma surname deyə bir şey çıxarmaq istəyirəm, amma surname deyə bir şey yoxdur. Başa düşdünüz? Hüseyndə indi o problem var idi. Hüseyn, bax səndə də eyni o problemdir. Mən yazmışam posta hərfi. Hərf səhvi. Bir də. Bəs Hə, nə hərf demişəm? səhvi. Hərf səhvi olmaz. Proqramlaşdırmada hərf səhvi belə qəbul olunmur. Çünki çox dəqiq Mənim bir də sual sahədir. var. Hə? Mənim elə olub ki, hansısa proqramı veriblərsə yazmağa, size proqramı yazıb qurtarmışsınız, amma bir dənə səhviniz olub, o səhvi də tapa bilmirsiniz. 1 ay, 2 ay o proqram üstə qalmışsınız ya da heç o proqramı yazamamışsınız. Bir dənə nöqtə səhvinə bilə. Yəni, elə Nöqtə? balaca bir səhv. Nöqtə səhvinə görə HTML-ə başlayanda müəllim bizə bir dənə bir şey yüklət daxil elə bir səhvi göstərdi orada. Yox, indi baxır da hardadır. Söhbət proqram tək HTML, CSS və JavaScript-dən ibarət deyil ki. Olub açığı, olub. Amma nə vaxt olub? Tələbəlik dönəmlərində, öyrənmə vaxtlarda olub ki, məsəl üçün çox xırda bir nöqtə səhvi var idi. Məsəl üçün ona görə tapa bilmirdim heç problemi. Hə, o 2 gün, 3 gün çəkdiyi olub. Heç yazama bilməmək heç ağlıma gəlmir açığı. Müəllim, bir də mən kömək Aha. Bunu keçin.